Salam dostlar, isbata aid olan belə bir çalışmanı həll edəcəyik. A nöqtəsində xaricdən toxunan O1 və O2 mərkəzli çevrələrin D ortaq toxunanı çəkilmişdir. Bucaq BAC bərabərdir 90 dərəcə olduğunu isbat edin. Bu çevrələrin mərkəzlərini birləşdirən bir düz xətt parçası çəkirik. Yəni O1 və O2-ni birləşdirən. O2-dən D düz xəttinə, yəni C nöqtəsində kəsən bir düz xətt parçası çəksək, toxunana perpendikulyarlıq xassəsinə görə burada perpendikulyar olacaq. O1-dən B-yə düz xətt çəksək, yəni düz xətt parçası çəksək, bu da perpendikulyar olar. Deməli, O1B ilə O2C düz xəttləri bir-birinə paralel olacaq. Çünki eyni bir düz xəttdə perpendikulyar olan düz xəttlər bir-birinə paralel olur. Deməli, burada yaranan dördbucaqlı O1, O2, CB dördbucaqlısı trapesiya olacaq. Çünki qarşı tərəfləri paraleldir. Yəni, oturacaqlar paraleldir. Trapesiyanın yan tərəfinə bitişik bucaqların cəmi 180 dərəcə olur. Bu bucaqların birini Y ilə, digərini X ilə işarə etsək, X plus Y bərabərdir 180 dərəcə. O1B ilə O1A bir-birinə bərabərdir, çünki eyni çevrənin radiuslarıdır. Onda O1AB üçbucağının digər bucaqlarını bərabərdir bir-birinə və bunlara A ilə işarə edilir. AO2C üçbucağının isə digər bucaqlarını B ilə işarə edərik. Bu üçbucaq da bərabər yanlı üçbucaqdır. Deməli, üçbucağın daxili bucaqlarının cəminə görə alırıq ki, 2A üstəgəl Y üstəgəlinsin X üstəgəl 2B. Yəni, 2 üçbucağın daxili bucaqlarının cəmi edəcək 360 dərəcə. X plus Y 180 dərəcəyə bərabərdir. Buradan alarıq ki, 2A üstəgəlinsin 2B bərabərdir. 360-dan da 180 çıxanda 180 dərəcə edər. Buradan alırıq ki, A plus B bərabərdir 90 dərəcəyə. O1A, O2 açıq bucaq olduğu üçün və A plus B 90 dərəcədir. Onda BAC-nin, yəni bu ortada qalan bucaq 90 dərəcə olduğunu alarıq.